211 nömrəli marşrut xəttində avtobus sürücüsü işləyən Asif Allahverdiyev iş başındaykən əlində oyuncaq maşını olan təxminən 3 yaşlı bir uşağın ərazidə oynadığını görüb. Uşaq üçün təhlükə olduğunu anlayan Asif və digər avtomobilin sürücüsü onun kimliyini dəqiqləşdirməyə görə idarə etdikləri nəqliyyat vasitələrini saxlayıblar. Yolun ortasında, səhv örtüyündə, asfalt örtüyündə hərəkətdə olan maşınların arasında 3 yaşlı uşağın əlində maşın oyuncaq yolun ortasında oynadığını gördüm. Uşaq yolun sonuna keçdi. Bir xanım var idi qaranlıqda, qayıtdı ki uşağa yüksək səslə. Maşın içində hətta bizdə sərnişinlər də var idi, ön tərəfdə sərnişinlər var. Dedi ki, mən uşağın valideyni tanıyıram, uşağın əlindən tutdu. Ki, mən səni aparım ona. Hadisə 3 dəqiqə filan gördüm, uşaq onda dayanmaq istəmir. Təzədən səs siqnal verdim həmin sürücüyə ki, onun qabağını kəssin, o uşağın valideyni deyil. Hamı yaxınlaşdı uşağa, həmin qadın yoxa çıxdı qaranlıqda. Asif Allahverdiyev dərhal polisə məlumat verib. Məlum olub ki, uşağın valideynləri də onu axtarırlar. Sürücü uşağın qorxu və həyəcanını azaltmağa görə də müxtəlif üsullar əl atıb. Uşağı əlindən tutdum, avtobusa gətirdim, otuzdurdum. Sürücü kabinasında əyləşdirdim. Öz xətt dispetçerimizə məlumat verdim. Dəstə rəhbərinə xəbər verdim. Ondan sonra 102 məlumata xəbər verdim. Polis əməkdaşlarına təhvil verdim. Çox şükür ki, məsələni bu dərəcədə soruşdu. Polis əməkdaşı içəri daxil olan zaman ondan soruşdum ki, sizin məlumatınız var. Dedi, uşaqdan soruşdu ki, sənin atan Elçindir. Uşaq da cavab verdi başı ilə hə. Dedi, hə, uşaq bağçadan qaçıb. Sadəcə özümdə də 3 uşağım var, emosiyanı artırmaq məqsədilə, gah zarafatlar, oyunu, avtobusu sükatını döndər filan, belə şeylər. Uşaq polisə təhvil verildikdən sonra avtobusun sürücüsü iş başına dönüb.